Sağlamdır deyə istədiyimiz qədər yeyə bilərik. Dostlar, avokado sağlamdır, amma 5 avokado daha sağlam eləmir. Çox insan düşünür ki, bu təmiz qidadır, sağlamdır. Deməli, nə qədər yesən problem olmaz. Amma bədən qidaları sağlam və ya sağlam deyil etiketi ilə yox, kökəldir və ya kökəltmir ifadəsi ilə yox, onların verdiyi enerji və tərkib ilə qəbul edir. Məsələn, zeytun yağı ürək sağlamlığı üçün faydalı yağ turşuları ilə zəngindir. Amma bir xörək qaşığı zeytun yağında təxminən 120 kalori var. Fındıq, qoz, fıstıq əzməsi də vitamin, mineral və sağlam yağlarla zəngindir. Amma onlar enerji sıxlığı ilə yüksək olan qidalardır. Yəni kiçik həcmdə çox enerji verirlər. Məsələn, bir ovuc qozla böyük həcmdə tərəvəz eyni toxluq hissini yaratmaya bilər. Amma qozun kalorisi daha yüksək ola bilər. Yəni bu deməkdir ki, onları yeməyək? Xeyr. Əksinə bu qidalar balanslı qidalanmanın çox dəyərli hissəsidir. Sadəcə sağlam qidada əsas prinsip var. Miqdar önəmlidir. Çünki bədən istifadə etdiyindən davamlı olaraq daha çox enerji qəbul edərsə, həmin artıq enerji mənbəyi avokadoda da olsa, şokoladda da olsa, ehtiyat enerji kimi saxlanıla bilər. Unutmayaq, sağlam qida limitsiz qida demək deyil.